Salam hörmətli izləyicilər, Şamaxı şəhər stadionundan hər birinizi salamlayırıq. Bugün Əvəzedicilər Liqasında 29-cu tur çərçivəsində Neftçi 2 Şamaxı 2-nin qonağı olacaq. 4-ə çatdırmalıdır. Komandaların heyətləri ilə tanış olaq, başlayaq. Meydan sahiblərindən Şamaxı 2-də qapını 62 nömrəli komandanın kapitanı Abdullah Seyid Əhmədov qoruyacaq. 19 Fəxri Məmmədli, 72 Rəşid Rəşidli, 86 Murad Əlixanov, 73 Elmar Məmmədov. Neftçinin heyətində dərhal nəzərinizə çatdırım. Komandamızda qapını 96 nömrəli Nicat Qaragözlü qoruyacaq. 71 Cavanşir Şahbazlı, 70 komandanın kapitanı İbrahim Novruzov, 74 Kamal Kazımov, 67 Faris Xeyrullayev. Cavanşir Şahbazlının toxunuşu ilə maç başladı. Neftçiyə uğurlar arzulayırıq. Hakimin işarəsi gəldi. Kamal ötürmə qapı qarşısına. Məhəmməd zərbə indirir. Abdullah Seyid Əhmədov topu götürür. Rəşid Rəşidlidən idi. İndi ötürmə qapı qarşısına. Abdullah Seyid Əhmədov uzaqlaşdırır topu. Elcan Əbilov. Elcandan yaxşı ötürmə. İbrahim zərbə indirə bilər. İbrahimin ötürməsi zərbə olacaqmı? Cavanşir zərbə indirir. Dəqiq alınmadı. Elcan ötürməsi qapı qarşısına. Zərbə alınmadı. Daha bir zərbə bu dəfə Məhəmməddən. Abdullah Seyid Əhmədov, amma oyundan kənar vəziyyət var idi. Bahadur Quliyev ofsaytda idi. Görsən ilk hissəyə vaxtı artırılmayacaq. Hakimin əlində tablo yoxdur. Bəli, 45 dəqiqə tamamlanan kimi qarşılaşmanın ilk hissəsi yekunlaşdırılır. Şamaxı 2, Neftçi 2 görüşündə birinci hissədə qapılara qol vurulmadı. Komandalar fasiləyə 0-0 hesabı ilə yollanırlar. Hörmətli izləyicilər. Fit səslənir və ikinci hissə başladı. Heyətləri bir daha nəzərinizə çatdırım. Neftçinin hücumu sağ cinahdan. Bahadur Quliyev top istəyir. Ötürmə Bahadur istiqamətində. Bahadur Quliyev zərbə indirir. Abdullah Seyid Əhmədov. İbrahim Novruzov, Elcan Əbilov. Elcan irəliləyir topla. Əbilov, Bahadur Quliyev. Top istəyirdi. Kamal oynadı. Kamal Kazımov cərimə meydançasında. Kamal ötürmə qapı qarşısına. Bahadur Quliyev. Alınmadı yenə, amma Cavanşirdə qalır top. Cavanşir Şahbazlı növbəti ötürmə top. Rəşidə dəydi, ancaq hücumumuz davam edəcək. Cavanşir bir qədər geriyə. Aslan istiqamətini ötürmə. Aslan Şirinov sağ cinaha qaytarmağa çalışdı. Topu alınmadı. İndi rəqibin əks hücumunun qarşısını kəsdi özü. Ötürməsini də etdi. Bahadur Quliyev topladı. Bahadur Quliyevin ötürməsi sol cinaha. Cavanşir baxır qapı qarşısına. Cavanşir Şahbazlı cərimə meydançasına daxil olur. Cavanşirin ötürməsi. Zərbə indirilir. Aslan Şirinov. Qola çox yaxınlaşdı, amma bu dəfə də dəqiq alınmadı. Neftçidə 2 dəyişiklik. Cərimə zərbəsi bəlkə də son imkandır. Yox, hakim son imkanı vermir burada. Son hücum imkanı olmadı.